iki gözündən də görmə qabiliyyəti olmayan bir şəxs doğrudan da duyğularla hansı zillərə gedir, hansı duyğularla oxuyur, onu özü bilir. Allah bilir. Dildən bəmə düşəndə səsimizi də dincətmək üçün, fərqli bir keçid eləmək üçün bəstənigar da eləmək olur. İstifadə olunur. Sabahdan başlayıb gəlib aşağıda İraq pərdəsində seygah səsi də, yəni seygah nəğməsi verəndə o bəstənigar daha fərqli bir rəng maraqlıdır. Əfə bihəzəl hədisi əntum mudhinunə və təcəlunə rizqakum ənəkum tükəzzibun. Deyirdim ki, məsələn, kaş bu sonluğu verərdi. Özümdə bir sonluq gətizdirirdim məsələn. Düşünürəm Nurlan qardaşımızın nəfəs məsələsində problem vardı. İnşallah onu gözəlləşdirsə, lazım olan diafraqmadan oxusa. Bəyat da oxusaydı sonda elə yaxşı olardı müəyyən qədər. Bəyata giriş elədi, amma sonra yenidən qayıtdı. Bir qari cavabı göstərmir, amma qiraətini oxuyur və sonra çatdırır. Yəni onun heç bir eybi yox. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Quran məqamı verilişinin izləyiciləri. Hər birinizi xoş gördük. Bəli, biz ötən verilişimizdə Səba muğamı haqqında danışdıq, amma yetərincə vaxtımız olmadı deyə bəzi muğamda məqamlar qaldı ki, onları biz çatdıra bilmədik və qərara aldıq ki, 9-cu verilişimizdə Səba muğamında oxunan hissələr, məsələn, cavabda oxunan hissə, hansı muğama giriş olur, istifadə olunur və yaxud da Səbada olan başqa tərkiblər, görək bunlar hansılardır, dəyərli qonaqlarımızın vasitəsilə bunlar haqqında sizə geniş məlumat verəcəyik. Bizim bu günləri verilişimizdə oxuyucu olaraq iştirak edən Nurlan Ayazov əzizimizdir. Nurlan, xoş gəlmişsən əzizim. Xoş gördük Hacı, Allah razı olsun. Sizləri salamlayıram. Aleyküm Allah salam. müvəffəq eləsin inşallah. Və bizim dəyərli qarimiz Fazil Qarayev. Fazil, sən də xoş gəlmişsən əzizim. Mən də sizi salamlayıram əziz hacımız, əziz izləyiciləri salamlayırıq. Çox sağ olun dəvət üçün. Yeni layihədə sizlərə uğurlar arzu edirəm. Allah müvəffəq eləsin. Təşəkkür edirik dəvətiniz üçün. Allah razı olsun, təşəkkür edirəm. Və ötən verilişimizdə iştirak etdi, onun xidmətindən istifadə elədi. Kamal Məmmədov, dəyərli qarimiz. Kamalcan, sən də xoş gəlmişsən bir daha. Mən də hər birinizi salamlayıram. Aleyküm salam. İştirakçılarımızı, izləyicilərimizi təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Müvəffəqiyyətlər arzu edirəm. Təşəkkür. Allah müvəffəq eləsin. Allah sizi qorusun, Kamal müəllim. Və yenə bizim dəyərli qarimiz Sadiq əzizimiz də iştirak edir. Bunu ötən verilişdə də Sadiqdən istifadə etmişdi inşallah. Bu verilişimizdə də Sadiqcan istifadə edəcək. Xoş gəlmişsiniz. Xoş gördük. İlkin müəllim, çox sağ olun, minnətdaram. Dəyərli izləyicilərimizin hər vaxtı xeyirli olsun. Allah bu proqramları, Quran xidmətini daim eləsin. Amin inşallah, amin. Bəli, dəyərli dostlar, biz keçid edirik qarimizin tilavətinə və mən qarimizdən xahiş elədim ki, oxunuşu, yəni oxuduğu yeri Səba muğamında əksərən tilavət eləsin və İnşallah oxuyub bitirəndən sonra dəyərli qonaqlarımın fikirlərini alacam və onlar da Səba muğamı ətrafında geniş söhbət edəcəklər inşallah birlikdə. Nurlan, səhifə neçədən oxuyacaqsan, hansı surədən? Deməli Hacı, səhifə 536-dır, Vaqiə surəsi. 536, bəli. Ayə 75-dən axıra qədər. Aha. İnşallah bir 6-7 dəqiqə civarında oxuyun və inşallah dəyərli qarilərimizlə fikir mübadiləsi edək. 536. Bəli. Bəli, buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah. فلا
أقسم بمواقع النجوم وإنه لقسم لو تعلمون عظيم الله 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 الله. إنه لقرآن كريم في كتاب مكنون لا يمسه إلا المطهرون لا يمسه إلا المطهرون تنزيل من رب العالمين. أحسنت أحسنت ما شاء الله. أفبهذا الحديث أنتم مدهنون وتجعلون رزقكم أنكم تكذبون. الله الله. فلولا إذا بلغت الحلقوم وأنتم حينئذ تنظرون. الله الله الله. ونحن أقرب إليه منكم ولكن لا تبصرون. فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين. الله. فأما إن كان من المقربين الله. فروح وريحان وجنة نعيم. وأما إن كان من أصحاب اليمين فسلام لك. الله. فأما إن كان من المقربين فروح وريحان وجنة نعيم. الله الله الله. وأما إن كان من أصحاب اليمين فسلام لك من أصحاب اليمين. الله. وأما إن كان من المكذبين الضالين فنزل
حميم وأما إن كان من المكذبين الضالين فنزل من حميم وتصلية جحيم إن هذا لهو حق اليقين فسبح باسم ربك العظيم Allah. صدق الله العلي العظيم. Ya Allah. Allah səs və bərəkət versin. Allah Nurlan. razı olsun. Çox Allah sağ ol. səni qorusun Təşəkkür. inşallah. Bəli, bizim bugünkü verilişimizdə Səba muğamı haqqında danışılır və danışılacaq Allahın izni ilə və əziz qarimiz də Kəmal müəllim demək olar ki, əksərən Səba muğamı ilə oxudu. Amma istərdim daha da biraz əziz izləyicilərimizə Səba muğamı haqqında oxuyaraq, yəni real göstərək inşallah. Allahın izni ilə. Səba muğamı qəmli muğamlardan biridir və eyni zamanda qiyamət haqqında danışılan ayələrdə oxunur və bu ayələr özü də elə Fələ uqsimu biməvaqiyan nucum qiyamət haqqında olan Vaqiə surəsi, qiyamət haqqında olan bir surədir və elə məna olaraq da yerinə düşür Səba ilə oxumaq. Səba biraz elə özü ağır muğamdır və eyni zamanda biz məsələn məclislərdə, yəqin siz də bunu belə istifadə edirsiniz. Görürsən, daha qəmli məclis olanda və yaxud da bir nəfər əzzini cavan itirib, onda Səba muğamı ilə daha çox oxuyursan ki, qarşı tərəfin biraz qəlbinə də aramlıq verəsən. Mən bunu demək istəyirəm ki, Səba məsəl üçün, Nurlan qiraətin ilk əvvəlindən Əuzubillahimineşşeytanirracim bəyat, sonra keçdi nəyə? Səba muğamına. Sual oluna bilər ki, bu düzdür və yaxud da bu olar ya olmaz məsələsi var. Mən özüm elə cavab verə bilərəm ki, düzdür olar. Amma qiraətin və yaxud da tilavetin qayda qanunları götürsək belə, adabı götürsək, bu formada götürsək, yaxşı deyil Səba ilə birbaşa girib oxumaq. Biz əvvəldə nə deyirdik? Deyirdik bəyatla başlayırıq və bəyatla da sonlandırırıq. Bu bəyatla bəyatın arasında həmin o məsafədə biz digər muğamlardan eyniyə bilirik, oxuya bilirik. Kəmal müəllim, elə sizdən başlayaq. Birinci fikrinizi bilmək istəyərdim, elə Fazil və yaxud da elə Sadiq müəllim. Fikrinizi bilmək istəyərdim Nurlan əzimizin qiraəti haqqında. Sonluqlar necə idi? Mən məsələn Nurlan oxuduqcan mən burada deyirdim ki, məsələn kaş bu sonluğu verərdi. Özümdə bir sonluq gətizdirirdim məsələn. Bismillahirrahmanirrahim. Bəli, dediyiniz məqamlar vardı, çox əla olardı. Və deyim ki, muğamlar da yerində oxunmuş muğamlar idi. Səba muğamı, sonra Nəhavənd muğamı. İstifadə elədən. Bəli, orada cənnət ayələri vardı. Sonra yenidən Səbaya qayıtdı. Amma bəyat da oxusaydı sonda elə yaxşı olardı müəyyən qədər. Bəyata giriş elədi, amma sonra yenidən qayıtdı. Yenə də yerində idi, çünki yenə də orada cəhənnəm ayələri azmışların haqqında idi. Ümumi, maşallah olsun, gözəl tilavət elədi. Qaydalar falanlar yerində idi. Allah müvəffəq eləsin. Kəmal müəllim, mən istəyərdim ki, sizin tilavətdə, yəni sizin oxunuşda Fələ uqsimu biməvaqin nucum, oradan bir giriş eləyərdi Səba ilə. Məsələn, siz istəyirəm ki, sizin də səsiz dəyişdim də. Fələ uqsimu biməvaqi'in nucum. Bu hansı hissəsi idi? Qərar.
Səbanın qərarı. Bəli. وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ. Yenə Səbanın qərar hissəsi, bəli. İnnehu lequr'anun kerim. Səbanın cavab hissəsi. Artıq gördünüz, biraz bir not qalxdı yuxarı. İnnehu lequr'anun kerimun fi kitabim meknunin la yemassuhu illa'l mutahharun. Bəli, burada da cavab hissəsi və eyni zamanda cavabul cavaba işarə və yenidən dönüş. Əcəmlə bahəm. Və bunu da qeyd edim ki, dəyərli dostlar, Səbanın cavabul cavabı hissəsində, bayaq verilişin əvvəlində onu işarə elədim, cavabul cavab hissəsində mütləq əcəmə dəyməliyik. İstərdim o cavabul cavabı bir Fazil də oxusun və eyni zamanda əcəmə giriş yenə Səbaya qayıdış. Bismillahirrahmanirrahim. Mən icazənizlə ilk öncə qeyd etmək istəyirəm. Nurlan qardaşımız gözəl oxudu, səliqəli bir tilavət elədi. Sağ olsun. Bəli. Çox yumşaq həlim səsi var. Seçdiyi ayələr də məqamla uyğundur, uzlaşır. Kamal müəllimin təbirincə doğru buyurur ki, sağ tərəf əhlinə işarə olunur, cənnət əhlindən söz gedir. Orada gözəl Nəhavənd məqamı təqdim etdi. Bəli. Maşallah olsun. Çox qəlbə yatan nəğməli səsi də var Nurlan qardaşımızın. Üzr istəyirəm, əvvəlki verilişlərdə siz işarə eləmişdiniz bu məsələ ki, və digər qardaşlarla bu səs, nəfəs məsələsinin tənzimləməsi məsələlərində ki, bunlar birlikdə gözəl icra olunur, təqdim olunanda, doğru yerində istifadə olunanda daha gözəl təqdim olunur, səsdən istifadə eləmək olur. Düşünürəm Nurlan qardaşımızın nəfəs məsələsində problem vardı. İnşallah onu ki, gözəlləşdirsə, lazım olan diafraqmadan oxusa, ki, o səsin daha gözəl təqdim olunmasında, səsin cövhərinin göstərilməsində ki, napor... Səsin nəfəs məşqlərinin xüsusi önəmi var. Bəli. Siz doğru vurgulamışdınız orada ki, bəli, məsəl üçün bir bina təsəvvür elə ki, bir bina tikirik, bina edirik. Onun təməli əlbəttə ki, möhkəm olmalıdır ki, bina özü daha uzun müddətli, uzun ömürlü olsun. Və orada yaşayanlar da əmniyyətli olsunlar. Qiraətin də binası nəfəsdir, bəli. Siz gözəl vurulamışdınız. Nurlan qardaşımız inşallah diqqət eləyər. Deməli, Fazil, Səbanın cavabdan girirsən cavabul cavab hissəsinə, orada cavabul cavab hissəsində əcəm oxunur, sonra yenə dönürsən Səbaya. Bismillahirrahmanirrahim. أفبهذا الحديث أنتم مدهنون وتجعلون رزقكم أنكم تكذبون. Bu qərar hissəsidir. Səbanın qərarıdır. فلولا إذا بلغت الحلقوم وأنتم حينئذ تنظرون. Bu cavab hissəsidir, bəli. Mütləq deyil ki, cavab oxundu, onların cavab mütləq oxunmalıdır. Yox, sadəcə olaraq biz göstərmək istəyirik, bəli. Məsələn, indi qərar, cavab göstərmək istəyirik, bəli. Qərara. Amma yəni bir qari cavab göstərmir, amma qiraətini oxuyur və sonra çatdırır. Yəni onun heç bir eybi yoxdur. Və yəni Misir qarilərində də biz görürük onu. Aha.
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ. Bu cavabdan sonra qayıdırsan qərar hissəsinə. Qərar hissəsinə eniş idi. Yenə Hı hı. biz indi qarı burada mənaya uyğun da oxumaq kimi nəzərdə tutulur. Bu həm də ki, nəfəsini də yeniləyə bilər, təzəlləyə bilir və yenə də qərardan biz cavaba və cavabı işarə Yallah, edə bismillah. bilərik. وَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ. Bəli, və burada cavab hissəsində Bəli. bura artıq əcəmdir. Əcəmdir. Bu əcəm hissəsidir. Əcəm və Yenə- səbanın notları Bəli, yenə uzlaşır, qaydırıq üstə düşür. orada qərar cavab hissəsinə qaydırıq, qərara qaydırıq, aşağı notlara qaydırıq. Sadiq müəllim, səbada siz hansı keçidləri daha çox sevirsiniz? İlkin müəllim, sabahda onsuz da əcəmsiz mümkün deyil. Əcəm mütləq olur. Və rəməl də var, Rəməl təbii də ki. olur, bəli. Bir Hə. də zildən bəmə düşəndə səsimizi də dincətmək üçün, fərqli bir keçid eləmək üçün bəstənigar da eləmək Bəstənigardan olur. istifadə olunur. Sabahdan başlayıb gəlib aşağıda İraq pərdəsində seygah səsi də, yəni Bəli, seygah bəli. nəğməsi verəndə o bəstənigar Hı hı. daha fərqli bir rəng qatmış Maraqlıdır. olur. Bu qulaq as, yəqin dinləyicilərimizə maraqlı olar. Qulaq asaq. Yallah. إنه لقرآن كريم في كتاب مكنون. Belə oxuyub ona Hı hı. keçid hazırlayırıq Bəli, özümüzü. bəli. Sonra لا يمسه إلا المطهرون. Bu formada sanki Artıq seygah bu səsini hissə verir. seygahdır. Seygah verir. Bunun adı olur bəstənigar. Bəstənigar. Kiçik bir hissədir, amma onu qarilər səbanın içərisində görsən bəzən vaxtı neynirlər? Hətta orada verirlər. biraz elə gedib gələndə Aha. o tam belə o bəstənigarın dadını verir. Məsəl üçün belə. Tənzilun min Rabbil alamin əfə bihədəl hədisi əntum mudhinun. Bunu ən çox mən dinləmişəm, qiraətlərdə yox, ibtihallarda bunu dinləmişəm. Fikir verirmisiniz? İbtihal ərəblərin oxuduğu qəsidələr belə deyək də. Qəsidələrdə daha çox bunlardan istifadə edirlər. Qiraətdə ən çox gördüyümüz nədir? Ya rəməldir, cavab hissəsində, o da heç də onu mütləq bilmə. Muhammed İmranın Bəli, qiraətlərində Bəli, görünür. bəli. Belə Çünki Məhəmməd İmranın musiqi istedadı musiqi istedadı Həm çoxdur də və eyni ibtihal zamanda oxumalıdır. Məhəmməd İmran qiraət icazətnaməsi çox gec alıb ha. O məlumatınız var. Məhəmməd İmrana ibtihal daha çox oxuduğuna görə qiraətə icazə vermirmişlər. Siz onun, bax Kəmal müəllim vurğuladınız ki, qiraətlərində bunu görmək olur. Ona görə ki, o ibtihal daha çox oxuyub. O da qeyri-adi bir ibtihalları var da, yəqin dinləmisiniz. İki gözündən də kördə da, yəni görmə qabiliyyəti olmayan bir şəxs doğrudan da duyğularla hansı zillərə gedir, hansı duyğularla oxuyur, onu özü bilir. Bir də Allah bilir. Bəli. Bəli, buyur. Az üzr istəyirəm, bu Sadiq müəllim göstərdiyi bu nümunəni bəstənigar ki, dinlədik. Mənim çox sevdiyim mərhum ustad Kamil Yusuf Kamil Yusuf Əlbəhdin. Əlbəhdin, bəli, bu məqamı, O bu çox istifadə avazda edir. çox istifadə edir. Bəli, Bəli, istifadə edir. Dinləmişəm, çox istifadə edir. وَالشَّمْسُ وَالْقَمَرُ O sonluq gəldi şurora. Bəli. Sadiq müəllim göstərdi, bu nümunələr bəli çoxdur onun qiraətlərində. Bu Səbanın şöbələrindən biri də rəməldir də.
rəməl şöbəsi var. Onun da ən çox istifadə olunan şöbələrdən biridir. Səbada istifadə olunur. Ən çox səbanın cavabında oxunanda, cavabın ki oxuyurlar bunlar, həmin hissələrdə başlayırlar o rəməldən istifadə eləməyə. Bir deməli rəməl hissəsini göstərək sizə. وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ Bu hissə rəməldir, bəli. مِنْ حَمِيمٍ وَتَصْلِيَةُ جَحِيمٍ. Əhsənin. Bu hissə artıq rəməldir. Kamal müəllim, sizi dinləyərdik. Cəmiyyətimiz sizin səslərinizin bərəkətində, əziz qarilərimiz də bu muğamları öyrənsinlər. وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ فَنُزُلٌ مِّنْ حَمِيمٍ وَتَصْلِيَةُ جَحِيمٍ. Allah, 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 Allah. وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ فَنُزُلٌ مِّنْ حَمِيمٍ. Sadiqə, deyəsən sözüm var. İlkin müəllim, rəməldən hətta çox belə bir şeyi var onun. Oradan tam rahat bir nəhavəndə keçid Nəhavəndə ki, manevri istəyirdim, elə bu indi eləyir. sualım o idi ki, mən sizdən rahatlıq soruşmaq yaradır istəyirdim orada. ki, hansı muğama daha gözəl Bəli, keçid çünki orada olur? onların notları qovuşur, qovuşma Bəli, hissəsidir. bəli. İndi burada mən bir dənə göstərim. وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ. Həmin rəməl hissəsindən artıq o nəhavəndin notlarına üst-üstə düşür. Hacı indi qari ki, Səba muğamını oxudu, bitirdi, təhvil verdi dinləyiciyə. Maraqlıdır ki, burada hansı məqamlara, digər məqamlara keçid etmək olar? Hansı məqama rahatdır? Düzdür, O qarinin seçimindən asılıdır. Qarinin seçimindən. Məsələn, çargah da oxuya bilər. bəli. Nəhavənd də oxuya bilər. Məsələn, nəhavəndə rəməl eləyib Çox daha gözəl girsə olur. daha gözəl olar. Nəhavənd hissəyə. Mən düşünürəm ki, Bəli, biz göstərdik onu. Yəni girə bilər. bəli, bəli. Nəhavəndə girəndə daha rahat olur. Nəhavəndə Mən daha gözəl, əksərən rahat keçid Səbadan olur. sonra nəhavənd bəli, oxuyuram. Hicaza daha gözəl keçmək Bəli, olur. dəyərli izləyicilərimiz, çatdıq verilişimizin sonuna. Ümid edirəm ki, sizə də maraqlı olar. İnşallah gələn verilişlərimizdə digər muğamlar haqqında dəyərli qarilərimizlə
bu qaydada bəhs edəcəyik inşallah. Hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.